Modullu misallarda sıfırın olduğu misallar bizim için en büyük şansdır. Səbəb isə sıfırın müsbət və mənfisinə baxılmadığı üçün modulu olduğu kimi aça bilməyimizdir. Buradan görərik ki, A çıxılsın B bərabərdir 8-ə. Eyni zamanda ilk təlniyə baxsaq, A üstəgəl B üstəgəl C-ni müsbət götürsək, olduğu kimi moduldan çıxar. Onda C bərabərdir 0. C bərabərdir 0 yaza bilirikmi? Əlbəttə ki, xeyr. C bərabərdir 0 olsa dostlar, ifadəmiz 0-a bərabər olmalıydı. Burada isə 8-ə bərabər veriblər. Deməli, A üstəgəl B üstəgəl C-imiz mənfi işarədir. Moduldan əks işarə ilə çıxardıqda C bərabərdir mənfi 2A çıx 2B alarıq. Və gətirib qiymətini ikinci tənlikdə yerinə yazarıq. Olar A üstəgəl B-nin kvadratı vur mənfi 2 modulda bərabərdir 8-ə. A üstəgəl B-nin kvadratı bizə 4 verər. A üstəgəl B bərabərdir mənfi 2 olarsa, baxırıq ki, ilk modulumuzun mənası olmaz. Bilirik ki, moduldan mənfi çıxmaz. Onda biz A üstəgəl B-nin müsbət 2 götürürük. A çıxılsın B-nin isə 8 olduğunu bilirdik. Tənliklər sistemi kimi həll etdikdə A bərabərdir 5, B bərabərdir mənfi 3 alarıq. Onda C bərabərdir mənfi 10 üstəgəl 6 mənfi 4. Bizdən soruşulan ABC hasilidir 5 vur mənfi 3 vur mənfi 4. Doğru cavab 60 olacaq.